Salam. Yeni bir video dərslikdə xoş gördüm sizləri. Bu günləri biz 1S-də ilkin qalıqların daxil edilməsini öyrənəcəyik. Əvvəl ilkin qalıqlar bizə harda lazımdır, onu izah edim. İlkin qalıqlar deyəlim ki, biz hər hansı bir şirkətə baş mühasib təyin olunmuşuq. Bizim uçot qurmağımız üçün mütləq əlimizdə ilkin qalıqlar olmalıdır. Və yaxud da işlədiyimiz müəssisədə yeni bir proqram təminatı yazılıb, 1S proqram təminatı. Müəssisə də uzun illərdir fəaliyyət göstərir. O müəssisənin uçotunu təbii ki, biz əvvələ dönüb geridən gəlməyimiz mümkünsüz olduğuna görə müəyyən dövrdən sonra ilkin qalıqları daxil edib uçotu həmin dövrdən sonra quraraq proqramımıza start verə bilərik. Hal-hazırda 2026-cı ildir. Deyəlim ki, biz 31 dekabr 2025-də ilkin qalıqlarımızı daxil edirik. 2026-dan artıq uçotumuzu səliqəli şəkildə davam etdiririk. İlkin qalıqları daxil etmək üçün yoldaşlar, məsləhətdir ki, ilk əvvəl əlinizdə belə bir fayl tərtib edin. Burada şirkətin aktivləri və passivlərini qeyd edin. Təbii ki, aktiv və passivləriniz bir-birinə bərabər olmalıdır ki, nəticədə balans hesabatınız düzgün qurulsun. Daha sonra həmin hesabları 1S-də, yəni ilkin qalıq kimi daxil etməlisiniz. Mən qısa olaraq belə bir cədvəl tərtib elədim. Təbii ki, bu sizdə böyük cədvəl şəklində ola bilər. İndi isə gəlin proqramımızı açaq. 1S-də yoldaşlar, ilkin qalıqları daxil etməzdən əvvəl mütləq şəkildə ilkin qalıqların daxil edilmə tarixini düzəltməlisiniz. Bunun üçün gəlirik əməliyyatlar bölməsinə, burada məlumat reyestrlərine, buradan i hərfini vuranda gəlir ilkin qalıqların daxil edilmə tarixi. Bunu sizdə məsələn tutaq ki, burada 2023 idi, mən 25 elədim və sabitlədim. Bu şəkildə bunu sabitləyirsiniz. Daha sonra ilkin qalıqlarınızı daxil edirsiniz. İlkin qalıqları daxil etməkdən ötürü bir neçə qısa yol var. 1. Müəssisə bölməsində ilkin qalıqların daxil edilməsi və yaxud da digər müəssisə bölməsində ilkin qalıqların daxil edilməsi. Buradan da daxil etmək olar, amma ən asan və sadə yol ambar hissəsində olan ilkin qalıqların daxil edilməsidir. Bu çox sadədir və rahatdır. Gəlin buradan davam edək. Təşkilatımızı seçirik. Əlavə et düyməsini sıxırıq. Qarşımıza belə bir pəncərə gəlir. Faylımızı açırıq. İlk əvvəl kassa manat 5000 manat 221.01-ci hesab. Onu əlavə edirik. Bunun üçün 22 nömrəli pul vəsaitləri uçot bölməsində bunu seçim edirik. Daha sonra aşağıda əlavə et deyərək 221.01 deyirik. Buradan kassa manat daxil olmanı seçirik. Summası 5000 manat. Yuxarıdan tarixi qeyd etməyi unutmayın. 31-12-2025 deyirəm mən. Mən həmin tarixdən sonra ilkin qalıqlarımı, daha doğrusu həmin tarixi qeyd edirəm. Onu unutmayın, mütləq onu qeyd edin. Kassa manatı əlavə etdim. Keçirəm ikinci hesabıma baxıram. Bu da 22 nömrəli hesabdır. Bank hesabı rabitə 10.000 manat 223.01. Onu əlavə edirəm.
Baxın, 22 nömrəli hesab olduğuna görə artıq buradan çıxmamış. Yenə də əlavə etdirəm. 223.01 buradan Rabitə Bank manat hesabı. Bunu seçirəm. Summa 10.000 manatdır. Onu qeyd edirəm. Üçüncü seçimimiz ƏDV depozit hesabımızdır. 8.000 manat 224.04. Onu qeyd edirəm. Əlavə et. 224.04 Dövlət xəzinədarlıq 8.000 manat. Daha sonra baxıram. Artıq 22 nömrəli hesabla işimiz bitdi. OK deyirəm. Və yuxarıdan debit kredit edərək kontrol edirəm. Baxın, hesablarımız debit hissəsində 221, 223, 224 debit hissəsində yarandı. Kredit hissəsində 00. Bu 0-0-cı hesabdır. Yəni köməkçi hesabdır. Bu bizə əllə daxil etmədə kömək edir. Daha sonra kredit hissəsində yaratdıqdan sonra debitlər və kreditlər bərabər olduqdan sonra bu 0-cı hesab görsənmir. Yəni bu köməkçi hesab kimi bizə kömək edir. Gəlin indi davam edək. 211.01 Asfen MMC 5.000 manat. Onu qeyd edirik. Əlavə etdirik. Tariximiz 31-12-2025 deyirik. 211 alıcı və sifarişçilərlə hesablaşmalar. Yuxarıdan uçot bölməsindən onu seçirik. Əlavə et deyirik. 211.01 deyirik. Baxın, burada diqqət eləyin. Bu yuxarıdakı xanalar aşağıda da qeyd olunub. Məsələn, burada 3 dənə xana var, rəng kontragentdədir. Deməli, biz burada nəyi seçməliyik? Kontragenti. Kontragentimiz Asfen MMC-dir alıcılardan. Asfen MMC-ni seçirik. Müqavilə hansı ki kontragentlə bağlamışdıq, həmin müqavilə avtomatik olaraq baxın, kontragentin müqaviləsi bura əlavə olundu. Bu üçüncü isə hesablaşmalar sənədidir. Bu, baxın, qırmızı qırıq-qırıq xəttlər verilib. Bunu doldurmamış proqram keçməyimizə icazə verməyəcək. Onun üçün biz mütləq buradan bunu daxil olub, hesablaşmaların yeni sənədi deyib, OK düyməsinə sıxmalıyıq ki, bu hissə dolsun, bizim keçməyimizə icazə versin. Summamız Asfen MMC ilə 5.000 manat idi. 5.000 manatı qeyd edirik. Baxın, bunu summa hissəsi debitdir. Kredit hissəsinə qeyd etmirik. Summa hissəsinə qeyd edirik ki, debitə düşsün. 5.000 manat və OK deyirik. Debit kredit etdikdə baxırıq ki, 211.01 Asfen MMC 5.000 manat doğrudur. Kredit hissəsində isə 0-cı hesabdır. OK deyirik, keçirik, davam edirik. 205 mallar, armatur 2 ton 2000 manat. Bunu əlavə edirik. Əlavə etdirik. Tariximiz 31-12-2025. 205 mallar hesabı, onu seçim edirik. Daha sonra əlavə etdik 205. Buradan nomenklatura mallar hissəsində armaturdur. Ambarımız əsas ambardan seçim edirik. Hesablaşma sənədi yenə də həmin qayda ilə doldururuq. Baxın yoldaşlar, miqdar hissəsində diqqət eləməyimiz vacib olan bir məqam var. Biz ilkin qalıqları daxil edəndə mütləq nomenklaturanın əsas ölçü vahidi nədirsə, onu qeyd etməliyik. Biz məsələn armaturda kiloqramla qeyd etmişik armaturu, əlavə ölçü vahidi tondur. Biz burada ton kimi yaza bilmərik. Baxmayaraq ki, burada cədvəldə yazmışam ki, 2 ton. Yəni bunu onun üçün yazmışam ki, yəni bura 2 yazsaq 2 kiloqram kimi
proqram onu biləcək. Ona görə əsas ölçü vahidimiz nədirsə, onunla yazmalıyıq. 2 tonsa 2000 kiloqramdır. 2000 kiloqramı bura əlavə edirik. Və daha sonra 2000 manatdır. Bunu qeyd edirik və buradan da manat hesabıdır. Bunu qeyd edirik. Bu 2000 buradakıdır. Yəni 2000 manat. Bu 2 ton isə 2000 kiloqram budur. Yəni miqdar hissəsi. OK deyirik. Daha sonra debit kredit edərək kontrol edirik. 205 mallar debit hissəsində armatur miqdarı 2 ton. OK deyirik və davam edirik. Gəldik 301 nömrəli hesab nizamlama kapitalı 15.000 manat. Artıq kredit hissəsində formalaşacaq. Onun üçün əlavə et deyirik. Buradan 301 üçün kapital hesabı sot bölməsində onu seçim edirik. Əlavə olaraq 301 deyirik. Burada təsisçini seçirik. Təsisçi kimdirsə onu seçirik. Artıq debitdə deyil, kredit hissəsində yazırıq. Çünki nizamnamə kapitalı kreditdə formalaşır. 15.000 manat və OK deyirik. Debit kredit etdikdə baxırıq ki, 15.000 manat, 301, debitdə artıq köməkçi hesab debitdə yarandı. Kreditdə 301, 15.000 manat və OK deyirik. Davam edirik. Deməli, 531.01 AKB MMC-yə 8.000 manat. Bunu əlavə et deyirik. Buradan tarixi qeyd edirik. Daha sonra buradan 531 nömrəli hesab. Baxırıq, mal satan və podratçılarla hesablaşmalar. Bunu seçim edirik. Əlavə et deyirik. 531.01 bunu seçirik. Kontragentimiz mal satanlardan AKB MMC-dir. Əsas müqavilə. Burada hesablaşma sənədini doldururuq. Kredit üzrə summa nə idi? 8.000 manat. 8.000 manat. Bunu qeyd edib OK deyirik. Tarixlərimizi bir nəzər yetirək. Baxın, burada tarixi düzgün yazmamışıq. Onu da düzəldək. 31-12-2025 yenidən OK deyək. Artıq bəli. 31-12-2025 bütün tarixlərimiz doğrudur. Gəlirik. Yenə qaldığımız yerdən davam edirik. Burada iki hesab var. 501-504. Bu qısa müddətli bank kreditidir. Digəri isə qısa müddətli kreditdir. Bunlar heç biri bu siyahıda olmayacaq yoldaşlar. Baxın. Əlavə et deyirik. Tariximizi düzəldirik. 31-12-2025. Gəlirik. Buradan sot bölməsinə baxırıq. Həmin o 501-504 nömrəli hesablar burada görsənmir. Onun üçün də burada görsənmədiyi halda hansı hesablar ki burada görsənmir, sair mühasibat hesabları deyə belə bir hissə var. Bunu seçim edirik. Əlavə et deyirik. 501 5000 manat Rabitə Bank. Bunu 501.01 buradan bankımızı seçirik. Banklardan Rabitə Bank. Kreditdə 5000 manat. Daha sonra 504 nömrəli ABC MMC-yə 2000 manat. Bunu əlavə edirik. 504.01 buradan
digər kontragentlərdən ABC, MMC 2000 manat. OK deyirik. Tarixlərimizə baxırıq. Hamısı 31-12-2025-dir və istədiyimiz hər hansı birini kontrol eləmək üçün üzərində dayanıb debit kredit edirik. Baxın, burada summalar görsənir. Kreditdə 501, 504, köməkçi hesabda 0. hesab. 1S-də ilkin qalıqların daxil edilməsi bu qədər. Yəni, çox çətin bir şey deyil. Sadəcə olaraq, yenə də dediyim kimi, əvvəlcədən əlimizdə belə bir fayl olmalıdır ki, summaları burada görək, daha sonra proqram təminatına əlavə edək. Bugünlük dərsimiz bu qədər. Növbəti videolarımızda görüşmək ümidi ilə kanalımıza abunə olmağı, bəyənməyi unutmayın. Hələlik salamat qalın.